İlana bir il bal yedirdirlər. Bir ildən sonra ilan zəhər qısır. Yəni deməyim nədir? Xain insan xaindir, nankor insan nankordur, pis insan pisdir. Əslində insan heç vaxt dəyişmir. Biz bəzən elə bilirik ki, insan yaxşı ikən pis insana çevrilir, piskən yaxşı insana çevrilir. Elə düşünürük. Xeyr, insan içində nədirsə, mayasında nədirsə, xislətində nədirsə, onu ortaya qoyur. Sadəcə bəzi insanların içində pislik olur. Onu ortaya qoymaq üçün şərait olmur. Bax o şərait yetişəndə o pisliyini ortaya qoyur. Biz də bax o zamana qədər elə düşünürük ki, o yaxşı insan imiş. Deməm odur ki, ətrafımızda əslində belə insanlar çoxdur. Belə insanların varlığı çoxdur. O insanları nə dəyişməyi düşünməyin, nə də o insanlardan yaxşı bir insan yaratmağı düşünməyin. Çünki bu insanın özünə xas olan bir şeydir. İnsan istəsə əslində hər şeyi həll edə də bilər, dəyişə də bilər. Yaxşılıq da, pislik də unutmayın ki, bir seçimdir. Hər insan öz seçimini yaşayır. İnsan içində nəyi bəsləyərsə, nəyi böyüdərsə, ona da çevirilər.